Mən özüm deistim. Çünki aləm çox dini ailə deyil deyə çox problem yaratmazlar. Ateş? Yox. Cəmiyyətdə fərqli dünya görüşlü insanların bir arada yaşadığı artıq reallığa çevrilib. Maraqlıdır, şəhərimizin sakinləri heç bir dini inancı olmayan ateistlə evlənərmi? Ateist biri ilə ailə həyatı qurarsınız? Dini inancı olmayan biri ilə? Yox, mən xristianam. Yoldaşım da xristiandır. Kim xristiandır, mən başa düşmürəm ateistlə necə olsun, müsəlman necə ateistlə, inanmıram. Müsəlmanla ailə həyatı qurardınız heç? Yox, Mütləq xristian olmalı. mütləq. Mən heç nə pis demirəm müsəlmandan. Prosta bu absolutno dva razных mira, iki dənə dünyalardır. Ya, əgər biz əsl xristianıq və əsl müsəlmanıq, çox 90 nə bilim faiz adamlar belədir ki, mən müsəlmanam, yaşayıram necə istəyirəm, xristianam, yaşayıram necə istəyirəm. Amma əgər biz əsl müsəlmanıq və xristianıq, bu iki dənə dünyalardır başqa. Çünki aləm çox dini ailə deyil deyə çox problem yaratmazlar. Bəs belə deyə, bəs problem yaratsaydı o zaman fikriniz dəyişərdi, yoxsa sevginizi seçərdiniz? Ailəm tərəfini tutardım, sevgimdə orta yolu bulmağa çalışardım. Mən özüm deistim. Deyirsiniz. Bəli. Onda sizin üçün dinlərin fərqi yox. Xeyr. Xeyr. Ailəniz deyirsiniz, düzdür? Bəli, bəli. Maraqlıdır, ailəniz bunu necə qarşılayırsınız? Normal. Hərənin öz fikri var. Ateş? Yox. Seversiniz. Yox. Dinlər önəmlidir, bizim mentalitetə uyğun müsəlmanlıqda. Yox. Xeyr. Xeyr. Çox sevsəz. Yox. Ateistlə ailə həyatı qurarsınız? Yəqin ki, yox. Yəqin ki. Onda çox Bəli. Seçimi daha çox dinə verirəm. xristian olsun. O da belə sual işarəsində.